Mən Zeynalabdinov Qulamalı, təcrübə müddəti ərzində IT Project Manager olaraq çalışmışam. Əldə etdiyim nəzəri bilikləri praktiki olaraq tətbiq etmə imkanım olmuşdur. Bundan əlavə olaraq isə real layihələr üzərində komanda arasında kommunikasiyanın düzgün şəkildə qurulması və tapşırıqların düzgün şəkildə idarə olunmasına dəstək olmuşam. Təcrübə müddəti ərzində həm şəxsi, həm də peşəkar cəhətdə mənə çox əhəmiyyət kəsb edir. Hansı ki, əldə etdiyim bilikləri praktiki olaraq tətbiq etməyə malik olmuşam və real layihələrə öz töhfələrimi vermə şansım olmuşdur. Hal-hazırda Prodata şirkətində IT biznes analitik olaraq çalışıram. Əldə etdiyim praktiki bilikləri də həmin şirkət daxilində tətbiq edirəm. Gələcək karyerama gəldikdə isə ən böyük hədəfim bu sahə üzrə dərindən ixtisaslaşmaq və gələcəkdə fərqlənən mütəxəssislərdən birinə çevrilməkdir. Bundan əlavə olaraq isə hal-hazırda çalışdığım şirkətin dəyərli layihələrinə töhfə qatmaqdır.